Gəlin baxaq, kişi sağlamlığı süni mayalanmanın uğuruna necə təsir edir? Sperm sayının az və ya hərəkətsiz olması, anormal quruluşlu spermlərin çox olması hamiləlik şansını azaldır. Süni mayalanmada istifadə olunan spermlərin keyfiyyəti embrionların inkişaf gücünə birbaşa təsir edir. Elə buna görə də ilk addım həmişə spermioqram olur. Bəzən əlavə testlər, DNT fraqmentasiyası və ya hormon analizləri də tələb oluna bilər. Çünki problem yalnız spermdə deyil, hormonal balansda və ya genetik səviyyədə ola bilər. Yaxşı xəbər budur ki, sperm keyfiyyətini artırmaq mümkündür. Siqareti tərk etmək, alkoqolu azaltmaq və stresi minimuma endirmək, eləcə də artıq çəkidən qurtulmaq nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir. Çox gec saatlara qədər oyaq qalmaq, həddindən artıq isti mühit, məsələn sauna və ya notebook qucaqda saxlamaq spermin düşmənidir. Yalnız sağlam qidalanma, xüsusilə sink, D vitamini, omega-3 ilə zəngin qidalar sperm keyfiyyətini artırır. Əgər kişi faktorları düzgün qiymətləndirilərsə, bu uğur faizini əhəmiyyətli dərəcədə artıra bilər.